Salam aleykum. Təbiətdə yalnız 2 izotopu olan X elementi, hansı ki kütlədə də A1, kütlədə də A2-dir və bunlardan biri ağır izotopdur, digəri yüngül izotopdur. Ona görə biz özümüz üçün qeyd edirik. Deməli X, deməli bura yazıram A1, proton təbii ki eyni olacaq. X, A2, proton eyni olacaq və özümüz üçün qeyd edirik. A1-i biz götürürük yüngül, A2-ni götürürük deməli ağır. Protonlar təbii ki eynidir. Bunun neytronu N1, bunun neytronu N2-dir. Və yazıb ki, ağır izotopun kütlə ədədi, yəni ağır izotop bizdə A2-dir. Yüngül izotopun kütlə ədədindən, yəni A1-dən 4 vahid çoxdur. Yəni A2 bərabərdir A1 üstə gələk 4-ə. Yəni biz bunu buradan qeyd edirik. Daha sonra yazıb ki, yüngül izotopun nüvəsindəki neytron sayı, bu yəni N1, proton sayından, yəni P-dən 4 vahid çoxdur. Biz də bilirik ki, A1 bərabərdir protonla neytronun cəmidir, yəni yüngüldə. A1 də bərabərdir. Burada əsasən proton üstə gələk. N1-in yerinə nə yazacağım? N1-in yerinə P üstə gəl 4 yazacağım və A1 nəyə bərabərdir? 2P üstə gəl 4. Bir yana qeyd eləyək. Bizə sonda lazım olacaq. 2P üstə gəl 4. Onda A2 nəyə bərabər olacaqdır? A2 bərabərdir A1 plus 4 olduğuna görə 2P plus 4 A1'in yerinə yazıram. Burada plus 4 də var. Onda A2 də bərabərdir 2P üstə gələ 8 olacaqdır. Yəni biz bunu müəyyən elədik. Daha sonra yazıb ki, ağır izotopun müsbət 2 iyonunda, yəni X2 müsbət, bura bir P yazıram. Burada deməli ağır izotop dediyinə görə A2 yazıram. Proton P-dir. Elektron P çıx 2-dir. Neytron da N2-dir. Bunların cəmi 96-ya bərabərdir. İndi mənə N2 lazımdır. N2 bizdə burada nəyə bərabərdir? Gəlin biz indi N2-ni müəyyənləyək. N2 təbii ki buradan ağırda A2 çıx P olacaq. A2-ni yeni biz nə yazacağıq? 2P plus 8. Burada minus P. Yəni buradan N2 bərabərdir P plus 8-ə. Burada P üstə gəl P minus 2. N2'nin yerinə P üstə gəl 8 bərabər 96. 3P bərabərdir 90. P də buradan 30'a bərabərdir. Onda burada neçə eləyəcəkdir? Bu eləyəcək 64. Buraya yazıram 64. Bu neçə eləyəcəkdir? 68. Deməli yüngül izotop 64'dür. Ağır 68'dir. P'lər burada deməli 30'dur. Onda bunun neytronu olacaqdır 34. Burada da P 30'dur. Bunda neytron olacaqdır 38. Yəni biz bunu müəyyən elədik. Artıq bizə lazım olan bütün detallar araşdırıldı. İndi deyir ki 10 atom var. Yəni bilmirəm nə qədər yüngülün, nə qədəri deməli ağır izotopa aiddir. Təbii ki yüngülü götürək deməli N götürək. Ağırı da götürək deməli 10 minus N. Yəni 10 dənənin N'i bunundur, 10 minus N'i bunundur. Burada neytron 30'dur, 34 N. Üstəki burada da 38'dir. Vururam 10 minus N'ə bərabərdir 356'ya 34 N üstə gəl 380 çıx 38 N bərabərdir 356. Buradan deməli 4 N bərabərdir 380'dən çıxıram 356'nı eləyir 24. N bərabərdir 6. Deməli bu oldu yüngül 6. Onda bu da olacaq 4. Tapdıq mı? Təbii ki 6 ilə 4'ün 10 eləyir də, cəmi 10 eləyir. 60%, yəni yüngülə aiddir. 40% ağıra. Onda M orta bərabərdir. O 64 vurulsun 60%. 68 də vurulsun. Deməli 40%, aşağıda deməli 100 olacaq. Tabaq buradan orta molekül, daha doğrusu nisbi atom kütləsi. Bu da deməli 65,6 edəcəkdir.